Cümə günüdür əziz dostlar. Cüməniz mübarək və Ramazan ayının ikinci günüdür. Kimlər ki oruç tutur, namaz qılır, Allah orucunuzu və namazlarınızı qəbul etsin. Tutmayanlara, qılmayanlara da Allah qismət eləsin. Çoxdandır yemək videosu paylaşmıram. Məhz bugün qərara gəldim ki, uzun müddət sonra yeniden yemek video formatında sizlerin karşınızda olum. Sizinle ben Orxan Abdullayev. Turşularımız xiyar turşusu, acı biber turşusu, kırmızı kələm ve badımcan. Göyərtilərimiz göy soğan ve vəzəri. Bəzi bölgələrdə vəzəriyə acı tərə deyir. Rus dilində isə kir salat. Yemeğimiz nedir? Deməli biraz kələm dolmam qalmışdı. Daha doğrusu kələm dolmanın ətindən qalmışdı. Belə bir xıçma. Dedim nə edim? Balaca küftəli sup edim. Rus dilində buna deyirlər sup stiftseli mi veya istiftseli. Bizim dilimizdə də balaca küftəli sup. Bunun içine xırda vermeşeli de qatanlar var. Mən ama qatmamışam, ama güzel olur vermeşellə də. Yəni çünki kartofdur, qırmızı yaşıl balqar biberi, kök və küftələrin özü. Bir də pomidor. Ona görə artıq vermeşel sözün düzü qatmaq istəmədim. Ətin də içində soğan olduğu üçün ayrıca soğan qovurma eləməmişəm. Bir baş soğanı böldüm bir neçə yerə. Yemeği pişende onu da pişirdim, onun içinde sıktım, çıkarttım, attım. Turşular da ezlerim, onu söyleyeyim. Zaten bilirsiniz ki kışta yemeği yedizdiren turşulardı. Xiyar, biber öz turşularımdı. Badımcanla kırmızı kələm dostumuz var, hem de ki izləyicimdir Gülnarə xanım. O tutub, o onu mənə göndəribdi. Sağ olsun, var olsun, yeri gelmişken buradan salamlayıram. Və onu söyləmək istəyirəm, dadı möhtəşəm. Kələm belə məsafədən bir dənə iyi vurur ki, gəl görəsən. Super, puper, necə deyərlər. Və Gülnarə xanım söyləyim sizə, həmin bu turşulardan bağlayır və kim istəyirsə, necə deyərlər, satışını da edir. Allah hər kəsin ruhsunu bol eləsin. Turşulardır, mürəbbələrdir. Ondan sonra badımcan ikrası möhtəşəm. Yəni yemişəm, dadına baxmışam deyə söyləyirəm. Belə bir çıxmasın, yalandan tərif etmək yox. O necə ki qaraçı özünü tərifləyir, məndən yoxdur. O naminə bunu söyləmirəm. O, yəni olanını və dadlığımı söyləyirəm. İndi isə dadına baxırıq. Sarı kök, duz, bir de tomat da var. Sonda da göyərti. Güzel. Ümumiyyətlə qışın soyuğun yeməkləri sulu yeməklərdir. Düşbərə, ərişdə, qəşəng. Bu qədər, əziz dostlar. Mənə nuş, sizə də xoş. Hal-hazırda mənlə də yemək yeyənlərə, eyni zamanda iftar açanlara da hamınıza nuş olsun.